Bəşdirsə. Müsabiqə artıq başa çatıb. Müsabiqənin şərtlərinə əsasən 2014-cü il avqust ayının 1-nə qədər YouTube internet portalında ən çox baxılan videonun sahibinə 1 milyon manat mükafat veriləcək. Xatırladım ki, birinci yerə My Name is Intiqam video çarxı çıxıb. Gördün ay brat, bu da belə getdi də qabağa. Mat elədim səni. Uda bilmirsən məni. Nə qızı? Biraz keyfin açılsın da, biraz məndən oyna. İxlas və İqlasına bütünləmə də. Kimdilər ki? Bilmirəm, səni istəyirlər. Nənə qızı. Nənə qızı. Nənə qızı. Nənə qızı. Yavaş-yavaş sağalarsan, narahat olma. Nə? 3-2 uddum ha sən ya. Gel. Gel, bir dakika babam. Diyor, ne? 36 yarım. Sağalırsan yavaş-yavaş. Yavaş-yavaş sağalırsan. Nənə qızı. Deyən, ayağı belə elə. Gözləməni gəlmə. Da, hoşa. Kim idilər? Soruşma. Salam əleykum. Mən neçə vaxtı buradayam, hələ beləsini görməmişəm. Ada, cavan vaxtım olaydı. Bunun pişiyin nə dırmaşdırardım ağaca. Amma yaxşı o yaş deyil, pişik dalıca qaçıb. Xoruzlar. Salam, necəsiz? Vay, salam, xoş gəlmişsiniz. Aç, hələ baxsın. Görürsünüz qonaqlarımız gəlir. Biriniz gedir oradan qoçu gətirin, biriniz gedir oradan düyanı gətirin, onu kəsə, çava verin, tökün Bakıdan gələn qonaqların qabağına. Qoy eşitsinlər də, hə? Ay dünya malı. Bakıdan gələn qonaqlara belə ürəyin yanır. Qapında o qədər mal heyvan var. Birin gətir kəs də. İtin balasıdır yalan səni bu tozduq deşərəm ha. Atalar yaxşı deyir, uşağı gəlib bələddə məsləhətin verələr.
Sən mənim belə hər dəfə sözümü kəsirsən ha. Elə bilirəm ki, səhərə kimi məni işlərdilər, hələ pulum vermirlər. Yedim, bax, kabab yeyəsən, bax, Allah kabab. Cavan oğlan lazım deyil, neymişsiniz? Müəllim, siz neyinirsiniz? Yombul, kobud. Mən dostlarıma desəm, bilirsən səni neyniyər, səni anasına danlayarlar, töhmət eləyərlər, bir ayaq üstə saxlayarlar səni. Üzr istəyirəm, dönə-dönə üzr istəyirəm, çox xahiş edirəm, üzr istəyirəm. Bilirsiniz necədir, bizə intiqam lazımdır. Bilirsiniz hansı intiqam? O YouTube'da videoları dağıdan intiqam. Vuruq saç. O intiqam edirsən, sənə qurban deyə gəlir aşağıda. Odur. İntiqam. Odur, odur. Ay ana. Gel. Oo. Tüf. Oh, intiqam salam. Necəsən? Gəl öpüm intiqam. Salam, xoş gəldin. Necəsiz? Çox sağ olun. Salam əleykum. Necəsiz? İntiqam, bir dəqiqə olar sənə söz demək istəyirəm. Buyurun. İntiqam, dönə-dönə səndən üzr istəyirəm. Burada kişilər çoxdur. Mənə qarşı belə kobudluq eləyirlər, özümü bir təhər hiss edirəm. Keçək zəhmət olmasa səndən sözüm var. Keçək də. Buyurun. Problem yoxdur. Sağ olun, çox sağ olun, sağ olun. İntiqam. Bəli. Bu dəqiqə bütün şəhər sənin videondan danışır. Hara gedirsən, hara girirsən ancaq sənin videondur. Çox sağ olun. Mənim müdürüm Fəzail müəllim. Ölür sənin rəqsin üçün. Deyir ki, yer göy bir olsun, intiqam gərək mənim qonağım olmalıdır. İndi intiqam biz gəlmişik sənə aparaq Bakıya. Bakıya? Hə? Heç bilirsən Bakı necə gözəlləşib, necə qəşəngləşib? Sən heç Bakıya getsən kəndə gəlmək istəməyəcəksən. Elə dediniz, valla təndidim. Bakıya getsək, bəs mən keçilərimi kimə tapşırım? Mən burada keçi saxlayıram axı. Nələr? Keçilərimi... Ay sən indi keçi. Ay bala, indi keçi dövrü deyil. İndi keçid dövrüdür intiqam. Gəqidə Bakıya səni salım Rus qızlarının içində kef elə. Rus qızlarının? Mən Rus dili bilmirəm axı. Aparsız Türk qızlarıyla tanışırım da. Türk qızlarının dili şirin olur. Türklərin nəinki qızlarının, elə kişilərin də dili şirin olur. Kişiləri bilmirəm. Bircə dənə hədə ilə səni o həz dəqiqələrini yaşadım da. İstəyirsən, inandırım səni ki, kənd sənin yerin deyil, sənin yerin Bakıdır. Nə deyirsən, bu dəqiqə Bakı qucağını açıb elə səni gözləyir. Üzr istəyirəm, sizin adınız nə oldu? Oy, üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. Onlar mənə əsəbləşdirdi, mən özümü təqdim etməyi yaddan çıxdı. Mənim adım Siyavuşdur, amma bütün dostlarım mənə Syomuçka deyir. Syoma. Syoma qardaş, bilirsiniz, mən icazəsiz Bakıya gedə bilmərəm sizdən. Mənim dadam var. Əgər mənim dadam icazə versə, mən sizdən Bakıya gedə bilərəm. Lop yaxşı, onda gedək dədənizdən icazə alaq da. Mən dedəm, bu yaxında firmada qaralçı işləyir. Yaxındadır. Bəli. Nə yaxşı, gedək. Narışka, gəlin. İntiqam. Allah'ınızı kaldırın! Tarpanmayın! Yüzünüz divara, arkanız hıyar par diklatana. Koyun uğramaya gelmişsiniz. Oğluyasınız. Tarpama! Dada, mənimi dada, intiqamı. Bakı qonağıma dıtını sıxan kartı bir də. İntikam, tani. Mənim əli dada. Sıpa kutila. Kimi xaba kamani. Bakıdan qonaqlar gəlib səninlə danışmaq istədilər dada. Mən də onları gətirdim bura. Syoma qardaşdır. Salam dayıcan, necəsiniz? Bir də ki Nara xanımdır. De günü bura niye gelmişsiniz? Bunlar səndən görüşüb söhbət eləmək istəyirdilər.
Mən də gətirdim sənin yanına ki, səndən söhbətlərini eləsinlər. Dayıcan, heç bilirsiniz sizin oğlunuz neyniyib? Neyini mi? Sizin oğlunuz bütün Bakını partladı. Necə? Sıpa kütülə. Mən elə yuxumu görmüşdüm. Yox, Ha? Sən nəsən ada? Sən kimə qoşulmuşsan ada? Sən Ben Ladensən, teröristsən, nəsən ada? Bunu bayaqdan belə ki deyin ha. Mən də elə bilirəm ki, intiqam başını partladım. Sən demə onun videosu partladım. Dada, həmin videonu nənə çəkmişdi də. Mən də onu attım YouTube'a, YouTube'u partlattım. Çavaq gəlir. Bal de bal, gör nə çavaldın. Sən bunu çək, sən vurdun, gör nə çaval. Hələ sən bunu. Sən deyit. Yen, eşin. Sən bax qardaş, mən bilirəm ki, sən ağzını dadını bilənsən. Bəli. Ağsaqqal, sən barmağını vurdun da, düzdüm o yağa. Bir dənə zəhmətindən keçib, o barmağını bir dənə soxsuyor onun ağzına. Bir dənə sən dirə. Dinləyəm, ayıb deyək, qonaq deyək, vas yəni. Ay siz nə danışsınız? Ay mən beycəsin barmaqlarınızı sən yalatdırmasan, mənə də Qarabağlı dünya malı deməzlər. Sən nə danışsan ha? Ağsaqqal, sənin barmağını səhərək kimi, soska kimi sana soğurtmasan mənə deyirsiniz. Davay, yiyin. Ay bu nə kebabdır ha? Ay sən bunu yandırmışsan ki. Ha sən gedib tualeti 150 metr o tərəfdə tikmirsən, hələ bir mənə minnət də verirsən. Mən gedirəm tualetə gələm bura, tualetə gələm bura, çatdıramıram axı. Bu, sən hələ sevin ki, mən tualetdən yerində əlimi yumadım. İnan əlimi yusaydım, mən bu çavaqlar indi külə dönmüşdü. Çox sağ olun, mən doydum. Doydum nədir? Manqalın üstə kebablar var. Doydum yox, mən səni doyuzduracam. Mən səni. Üzr istəyirəm. Gəlin. Siz neyinirsiniz? Fikir vermeyin, dinləməli. Hərdən tutur onda. İki o. Çox qara adamdır, qaba adamdır. Get Pəriyə denən ki, intiqam səni həmin ki yerdə gözləyir, yaxşı. Elə kebab. Ayıb deyir. Suyu süs. Abuzər, Nə var, nə olub? xəbərim var da. Nədən? Gezinən intiqam Bakıya gedir. Necə? Ha. Bakıya gedir. Əvvəl gəlib qızı ad elədilər. Dayan bir dəqiqə. Sonra da nişanladılar. İndi də 6 ay uzat. Axırda da ki toy qalıb qırağa. İndi Bakıya gedir, hə? Ha, heç demə. Heç eybi yox. Mən o səhər o quş beyin abuşla 2 kəlmə yaxşı söhbət eləyərəm. Heç eybi yox. Bunlar hamısı sənin işlərin. Axı mən neynim? Yaxşı olmuş. Sindullah qardaş, Siyoma. hədə olsun Şoma. Bəli. İntiqamın Bakıya getməsinə icazə verirəm. Təbrik ederim nənəcan. İntiqam. Getdim, dedim, gəldim. Gedin. Amma bir şərtim var. İntiqam, gedərsən Bakıya, orada pis işlərlə məşğul olasan. Səni salaram altıma. Dayıcan, üzr istəyirəm. Siz intiqamı mənə tapşırırsınızsa, ona heç nə deməyin. Elə nə lazımdırsa mənə deyin. Mənim üçün heç fərqi yoxdur. İntiqam, gedərsən Bakıya, orada pis işlərlə məşğul olasan. Şoma, səni salaram altıma.
Mən səni niyə altıma saldım ki? Ona tərbiyə verin anasını. Atala yaxşı deyil, git canlı kebap qalır, getdi. Getdi, vurduk bedava. Sen onu çek, canını çek. Ey, Vur ya geçsin. dünya malı. Bu kebab pişməyib ki, qanlıdır. Günah məndədir ki, mən sana niyə git deyirəm də. İtin balasıdır yalanla şikarına soğuram, düz 40 deyinə kimi ha. Havasıza! Baxmaram ögəyə atamsan. Yendir. Siz dünya maliyə fikir verməyin. Dada, bir istəyirəm. Mən 5 dəqiqəlik çıxa bilərəm. Gedim dostlarımla sağollaşım da. Sabah mən Bakıya gedirəm axı. Başı bala, başı. Heç davam edəm. Bu işi iğne başlı çaşındı bu. Bu iş. Simdullah, Siyoma, hadi olsun Siyoma'da ne farkı var ki? buyurun. Bax, bu kənd sənin xoşuna gəlirmi? Bəh. Dayıcan, ümumiyyətlə mən ölürəm təbiət üçün. Təsəvvür edin o quşların cəhcəh səsi, qoşulur o bulaqların şırıltısına, sanki yeni bir melodiya əmələ gəlir. Bilirsin nə üçün deyirəm? Çünki mən musiqini çox sevirəm, mən musiqiçiyəm. Necə? Sən müğənnisən? Hey dayıcan. Nə müğənniyi? Elə belə gitara kursuna gedib. O da ki, ay, axıra qədər kursu bitirə bilməyim. Başqa şeylərin dalınca düşüb. Nə var az quru balıq? Necə? Gitara? Mən gitaranı çox sevirəm. Ay arvad, bu şey gitara biyəni, xaladinin isapı. 5 tane sapakine gitara biya. İndi bu saat. Nalat olmayın. Anacan. Pambıq de, pambıq çək dişinə somur getsin. Sen yedin doydun, dur bas bayrağa. Sen yağlı tikə təsir edir. Simdullah, Siyoma. hadi olsun Siyoma. Bəli. Sen bilirsən ki bu qoyunun harasıdır. Yo, bilmirəm. Bu ağətdir. Ha, bu ağətdir. Ağət, İnandırım sizi ki, dayıcan, mən ölürəm ağət üçün. Bakıda hara gedirəm, ancaq ağət sifariş edirəm. Bircə dəqiqə mən... Mənim gözlə, yeyirlər də, yeyən var. Bağışlayın, dayıcan, siz kebapçısınız? Yox, 15 ildir lülə quruduram. Dayı səni karnınca pərdə vuranlardır. Raz rezi cırıq. Ay. Bu da gitara. Yo, anacan, narat olmayın. Vallahi inciyərəm. Parmaqlarım yağlıdır. Simdullah, çal. İnciyərəm, vallahi inciyərəm. Çal deyirlər, çal da. Bircə dəqiqə. Getdik. Fəri, nə olub, küsmüsən məndən? Bakıya gedirəm ona görə. Sən bilirsən Bakıda nə qədər pulla qaydacam? 100.000 manat pulla. İntiqam? Ha. 100.000 manat? Ha, 100.000 manat. İntiqam, Ay can intiqam. sən 100.000-i nə edəcəksən ki? Ha? 100.000 manatın bax, nə edəcəm? 100.000 manatın 5.000 manatına Niva alarıq. Göyrəkdə Niva. Gəzərik onda. Bax, sonra 750 manatına mebel alarıq.
Sonra 250 manata pəltəbiyə maşın alarıq. Ha, 50 manatına telefon alarıq, 100 manatına da ayın baş alarıq. Alarıq. İntiqam, Can, bəs 100 bin manatdan indi nə qədər pul qaldı ki? Ha? pul. Ha. Şey, 100 bin manatdan qaldı, 93.850 manat da qaldı. Vay nana. Çiçbə. Sən 5 dəqiqənin içində 100 bin manatın başına daş saldın ki, İntiqam. İntiqam, sən bu pulları niyə cırta-pırta xərcləyirsən axı? Cırta-pırta niyə? İdi ağabamandır. Ora... Gör nə qədər pul qalıb ala. Nə qədər? 92, nə qədər pul qalmışdı? Pul? 93 min manat pul qalıb, hə. Ha, 93 min. Hə. Ha, bax, 93 min. 93 min? Hə. Bax, sən 850 səni? İntiqam, sən o 850 manatı deyirsən? Ha. Hə, mən o 850 manatı verdim anama. Hə, dar günümüzə saxlasın da. Hə? İşte sən xarabi. Sən nə ağzına gələn danışsan? Sən ona nə ki vermirsən ki? Sən icazəsiz mənim cibimə niyə girsən? Bəlkə də indi mən gedib yoxlasam heç mənim cibimdə 93 min də qalmayıb heç. Sən mənə inanmırsan İntiqam. Sən mənə inanmırsan. Sən 10 dəqiqə əvvəl belə deyildin amma. Sənin əlinə pul gəldi, sən qudurdun. Çəkil, mən gedirəm. Çəkil, çəkil, mən gedirəm. Çəkil, çəkil deyirəm. Çəkil, Sən çox sevirəm. çəkil. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Siyoma, Aycan, sən bu gitaranı elə çaldın ki, ürəyimə yağ kimi yayıldı. çox sağ olun. Səhər sübh tezdən getməsəydin, səhərə kimi səni çaldırardım. Dayıcan, heç bir problem yoxdur. Lazım olsa biz sabah axşam da gedə bilərik. Pəri, mənim ürəyim yaxşı da. Bəs yəni ki, nə? İncimədə mənə ürəyim. Yaxşı, 1000 manat verəcəm, verərsən anava. İstəmirəm. Pəri, Nədir axı? mənim ürəyim, dalım. Mən sabah gedirəm Bakıya. Neçə gün burada olmayacaq. Darıxacağım axı sənin üçün. Nə olar? Bir dəfə. İntiqam, yox. Dedim yox. Nə ki? Niyə ki? Niyə yox ki? Sən mənim nişanlım dörsən? İntiqam, sən Bakıya ged-gəl, ondan sonra baxarıq. Bakıya gedib gəlmək gec olanda sən mənim sevgilim dörsən, nə olsun ki? Bir dəfə də nə olar? Nə olar da Pari? Nə olar? Bir dəfə. Sən məni canım. Yaxşı İntiqam. Amma bir dəfə, yaxşı. Ha, bir dəfə. Шумани пьёвры бы. Yəqin maşının üstündə veriblər. Hay Allah, bu sultan kimidir? Ay kızım. Kızım. Ay kızım.
Bu sumka sənindir. Dayıcan, mənim sumkamdır. Mən də bayaqdan bunu axtaram. Çox sağ olun. Təşəkkür edirəm. İntiqam, Çamubola. Bakıdır, böyük şəhərdir. Sənə göz dəyər. Hə. Bax, bu qoyun qığını qoy cibimə. Qoyun qığını nə edirəm mən? Göz dəyməsin. İyi verir axı. Müradəniyim bana. Qoy mənim balam, qoy. Al göz dəyməsin. Amış dayı. Oğlun gedir Bakı. Neyse bu xiyar bankasını saxlayıb. Ver aparsın Bakıya da qoy daşısın. Ay dünya malı. Belə qonaqlara canın yanır. Ged elə öz evindən bankaları gətir də. Bütün balası duyalendiyim bu dəqiqə pərdən açıb ənkə böyüyündən başlayayım ha. Amış dayı, neyinin mən bu xiyarı? Əşki, bas bankaya da. Görmüsən ki oğlumu yola sallam. Nətər adamlarsınız siz? Yaxşı, biz gedək. Dayı, çox sağ olun. Çox şad oldum sizinlə tanışdığa. Sağ olun, sağ olun. Dayıcan, biz gedək. Öpürəm sizi. Çox sağ olun, çox sağ olun. Hər şeyə görə çox sağ olun. Sağ olun, verdim. Ay sağ olun. Sağ olun, sağ olun, sağ olun. Sağ olun. Bakıya gəldik, gəl mənə gəl yerə. Öpürəm mənə. Mən sənin zəngini gözləyəcəyəm. Az quru balıq. İntikam. Mənim balam. Bakıya gedirsən. Tanımadığın adamların içinə. Şəhərdə yolla gedirsən. Gördük ki bir anasını əmcəyini kəsmiş çıxdı sənin qabağına. Qorxmayasan bu silahla ağzını doldurasan. Ha. Baş üstə dədə. Ha. Necə dedin elə də eləyərəm. Buyursan iş. Elənçini adamların qabağıma çıxsa, onun ağzının içinə ataram. Hələ mən bunu elə belə də bilirdim. Bana belə ki də bilməydim. Sən məni qatmadın. İntiqam. Bəli. Sabah səni Bakının ən gözəl yerlərini gəzdirəcəm. Ha, çox sağ olun. Bəli. Rayondan çıxanda elə dünyamalı yazıb verdi mənə. Ha, deyir ki, Bakıya getdin, bu yerləri gəzmədin, elə bir ki, Bakıda olmamısan. Nə gözəl, oxu görüm. Bax, Enzeyisdir, Masazırdır, Zığdır, Sülü Təpədir. Deyir, bunlarda olmadın, elə bir ki, Bakıda olmamısan. Nə oldu, hələ çatmadıq? Çatırıq, narahat olma. Bax o uzaqda gördüyün villa var ha. Ha. Bax o Fəzail müəllimin villasıdır. Ha, Nə gözəldir. çatırıq bir şey. İntiqam, mən istəyirəm sənə bir sirr açım. Düz 2 il bundan əvvəl Fəzail müəllim avtomobil qəzasında oğlunu itirib. Sənsə onun oğluna çox oxşayırsan. Bax, indi bildin sən nə üçün Bakıdasan? İntiqam, səni rayondan Bakıya gətizdirən bax bu kişidir. Sənə qurban ol. Elə bir kəlamda, elə bir almadı, yarım ölünmüsünüz.
Bax görsənə necə oxşuyur. Kənandır, oğlum. Onun istifadə elədiyi bütün əşyaları otağına yığıb bağlamışam. Heç kimi də ora buraxmıram. İstəmirəm ona aid olan əşyaları kimdəsə görüm, Kənanımı mənə xatırlatsın. Amma son vaxtlar mən çox əziyyət çəkirdim. Fikrimi dağıtmaq üçün internetə baxırdım. Birdən sənin videonu gördüm. Bir anlıq mənə elə gəldi ki, oğlum ölməyib. Amma acı da olsa həqiqət budur ki, Kənan artıq yoxdur. Amma sən varsan, mənim başım işlərimə qarışdı. Vaxtında oğluma ürəyim istəyən qayğını göstərə bilmədim. İndi olub keçənlər mənə əzab verir. İstəyirəm, Kənan üçün eləyə bilmədiklərimi də sənin üçün eləyib, sonra bu dünyadan rahat köçüm. Nəysə, oğlum, yoldan gəlmişsən. İndi səni yormayayım. Hələ vaxtımız olacaq danışmağa. Siyoma! Bəli, Fəzəl müəllim. Bura gəl. Gəldim. Bəli, Fəzəl müəllim. Siyoma, gedərsiniz şəhərin ən bahalı brend malları satılan paltar dükanlarına. Oldu Fəzəl müəllim, narahat olun. İntiqam üçün ürək istəyən şeyləri alarsan. Baş istə. Qoy yaxşı geyinsin. Mənim gözüm üstə Fəzəl müəllim, narahat olmayın. Yaraşıqlı görünsün. Oldu. Lap Kənan kimi. Nə gözəl, nə gözəl. Maşın sürə bilirsən intiqam. Belə də kətdə bir dənə Willisim var ondan. Üzr istəyirəm, Willis nədir? BMW-nin açarlarını ver intiqama. Qoy özü sürsün. Axşam qonaqlarım olacaq. Sənin şərəfinə ziyafət təşkil eləmişəm. Yaxşı, yaxşı, gedin, hazırlaşın. Çox sağ olun. Çox sağ olun Fəzəl müəllim, çox sağ olun. Hə, yaxşı, gedin, gedin. Çox sağ olun. Yes, again. And my fault, though. Oh, no. Well, the herbs me defend. From time I spark it and you not like the scent, me say. And my fault. Well, the girls me defend. Can't comprehend how some man I rate men, me say. And my fault. And money when me spend. Now follow some of them way I borrow and lend, me say. And my fault. Enough of them a bad mind and pretend. You better know your enemy from your friend. Hey, defend this as I man, I defend the highest. Inna the reason, inna the pipe, me smoke it inna the chalice. Woman alone, me love, that's why them say me name Gallus. Clean life, me live, me not promote dirty malice. Last time I said this, and no niggas in Paris. Hot sexy girl alone, me want inna me palace. Wicked when me touch the microphone, I be a damage. Listen to the argument again. Alright, well the herbs me defend. From time I spark it and you not like the scent, me say I know my fault. Well the girls me defend. Can't comprehend how some man I rate men, me say I know my fault. And money when me spend. Now follow some of them way I borrow and lend, me say I know my fault. Enough of them a bad mind and pretend. You better know your enemy from your friend. Görürsünüz Kənana necə oxşuyur. Səni dostlarımdan tanış edeyim. Cavad müəllim gəmi kapitanıdır. Laf yaxşı. Fərhad müəllim kərpiç zavodun sahibidir. Çox yaxşı. Takışdo, öz əmlərindir, sən öz evindəsən, ye, iç, istirahət elə. Hə, davay, araqdan süz, içək intiqam balamın sağlığına. Sağ olun, minnətdaram. Çox sağ olun, çox sağ olun. Yox, mən araq içmirəm. Yox. Ay intiqam, sənin şərəfinə qaldırıbları, ayıb deyil. Yox, mən içki içmirəm axı. Bircə damcı. Yox, içki içənmərəm. Bir damcı. Neyim yoxdur? Məcbur eləmə, içmir içməsin. Sonra verələr. İçən deyiləm.
İntiqam. Nə olub sənə? Ki qayna, qarış, de, gül. Çək də o gəl yanına. Açığı mən biraz canımın qədrini bilənəm. Mənim belə tüsü ilə aram yoxdur. Çəkmək deyəndə mən çəkmək yox, bunun meyvəsindən bilirəm. O meyvə yemək üçün deyil, çəkmək üçündür. Çəkmək üçündür? Yaxşıdır. Gözəl. Xoşuna gəlir? Biraz acıdır. Yavaş-yavaş öyrəşəcəksən. Davam elə, davam elə. Nə oldu? Sən intiqamla münasibət qura bildin? Bir-iki dəfə göz vurmuşam. Amma hələ reaksiya verməyəm. Narahat olma. Sən ona bir-iki dəfə də göz vur. Əvvəl ağılı da sənə vuracaq. Qulaq as. Sən çalış onun şəxsiyyət vəsiqəsini götür. Davay, məşğul ol. Giriş. İntiqam. Canım, görürəm sən burada biraz darıxırsan. Bəlkə gedək basenin yanına biraz gəzək. Gedək gəzək. Ay qız. İntiqam sən kimi gəzəyən deyil ha, bildin? Başa düşmədim. Yəni siz niyə spor edirsiniz? Mən özü də gəzəyən adamam. Mən elə səhərdən axşama kimi o kətdən bu kətdə eşəyin belində gəzən adamam. İntiqam, sən gəzəyənsən? Gəzəyənəm də mən. Sən gəzəyənsən, hə? Onda get Nara ilə gəz. Ay mama. İntiqam oğlum, nə olub sənə? Nəşdə İntiqam, nə olub sənə?
Sən nə edirsən? Öpürsən məni? Bu da mənim çox sağ olun. Ay bala, sən ölürdün, səni suda mən xilas elədim. Sən sevingilən ki, mən sənə süni nəfəs verdim. Bu evdə heç kim sənin dodağına dodaq vurmazdı. Mənəm o qəhrəman. Amma çox xoşuma gəldi. Nə oldu birdən-birə mənə? Yaxşı, özümü necə hiss edirsən? Titriyirəm, istəyirəm. Gör nə deyirəm, bu evdə Fəzal müəllimin qonaqları qalacaq. Fəzal müəllim bizim üçün oteldə yer ayırıb. Biz gedirik otağa. Nə otağa? Üzr istəyirəm, biz gedirik otelə. Gəl, gəl gedək intiqam. Birdən-birə nə oldu mənə? Gəl, gedək. Özgərə. Ay bala, şalvarı oldu, kaç izlərsənə. Gəl, gedək. İntiqam. Bax gör nə gözəl oteldir bax. Nə əla yerdir. Çox qəşəng yerdir. Mənə bax, üstünün suyu quruyub. Qürümüşəm şey. Ay səni intiqam, ay sən. Mənə bax, gəl bir xatirə şəkli çəkdirək. Nə deyirsən? Çəkdirək? Çəkdirək ya. Qəşəng. Çəkdirdik. Çox sağ ol. Gedək intiqam, gecdi. Gedək. Gəl. Əla yerdir ya. Çox gözəl yerdir. İntiqam, səndən bir xahiş eləyim. Buyur. Sən mənim canım çox içmə, yaxşı? Mən içmirəm axı. Sən içmişdin. Onlar mənə başqa şey vermişlər, mən içməmişdim orada. Ay bala, kim sənə nə verə bilər? Sən içmişdin orada. İçməmişdim orada mən. Ay bala, gözdə də nə olub sənə? Çıx. Ay intiqam orada. Ya ben intiqam çıxardın da. Təzdən fırlanır ki. Çıxma çölə. İntiqam. Gəl, gəl. 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 Nəhayət gəldin çıxdın. Buyur. Gör nə qəşəng yerdir bax. Əladır. Superdir, super. Salam, salam. Salam, Fəzal mənim adamlarsınız. Bəli, salam. Necəsiz? Sağ olun, yaxşı olasınız. While I was playing fair, baby, you played a cheating game. I know you didn't care. Üzr istəyirəm, biz neçə nömrəli otaqda qalacağıq? 69. Lap yaxşı. Çox sağ olun. Gecən seyirə qalsın. Çox sağ olun. Gedək intiqam, gəl. I thought I'd be your king, baby. Yes, and you could be my queen. Şema. Ay Şema. Hiç böyle. Bu kişini hiç başa düşebilmedim daha. Kim bilir yuxudan oyun çıxardır. Füllərim qürüyüb. Gecə cibimdə hamısı yaş olmuşdu. Qürüyüblər. Qıq. Anam da dəhşətli. Gör mənə Bakıda kimdik göz vurəni. Qıq qoyub mənim cibimə. Bunu yerə bir yerə atam. Gedim çimiyim. Sonra da gelim şəhərə gezməyə. Zinciri. Alo. O Zedəm.
Bəli. Yanımıza adam gəlir. Gəlsin. Sağ ol. Sağ ol. Nereye gelirsən? Ne güzel nabattı. Ne dadlıdır bayım ama. Özü de bitki terkipledi. Geldim. Geldim. Ne var ay kız, neye gelmişsin? Yaxşı da, Sema. Dünənki dünəndə qaldı da, hı? İyi. Gəl barışaq. İstəmirəm. Yaxşı. İstəmirəm. Bax gör sənə nə gətirmişəm. Barışaq. Yaxşı. Ay mama, ne güzelliği var. Ama sana bir de deyirəm, mənə qarşı bir de elə diqqətsizlik eləsən, səndən heç vaxt danışmayacağım. Yaxşı canım. Yaxşı, gəl güzel. Gəl, necəsən? Mama necə deyir? Yaxşıdır canım. Gəl, xoş gəlmişsən, gəl, Narışka, gəl. Çalma gelelim. Qulaq az. Axşam sən niyə elə küsüb getdin, Sema? Ay balam, inciyərəm də. O qədər adamın içində elə xətrimə dəydin ki, girib hamama bilirsən nə qədər ağlamışam. Yaxşı görəysən Allah. Salma gelelim. Salam əleykum. Antigam, necəsən? Necəsən? Çox sağ ol. Sən necəsən? Yaxşı. Hə, bir dəqiqə indi mən gəlirəm. Salma gelelim. Gör nə günə qoydum isimdən. Alo. Oradasan. Buradayım canım. Vəziyyət necədir? Belə də, pis deyil. Nə oldu, intiqamın şəxsiyyət vəsiqəsini götürə bildin? Götürəcəm də, elə indi gəlmişəm ki. Yaxşı. Amma çalış heç nədən şübhələnməsin. Narahat olma. Siyoma nə eləyir? Siyoma da intiqamla yaman mehribandır. Aha, aydındır. Sən başa düşürsən də nəyə görə oradasın? Əlbəttə ki. Onları gözdən qoyma. Yaxşı canım. Öpdüm. Mən də səni öpdüm, hələlik. Qarnı ümumiyyətlə olmamalıdır insanda. Hə, nə kimi? Hara gedirsiniz? İntiqamla biz şəhərə gəzməyə gedirik. Nə yaxşı, mən də gəlirəm onda. Hə, gedək. Gedək. Amma bir dəqiqə... Gez elə, İntiqam, gecikirik. Ay qız, sən nereye gedirsən, nə var? Mənə bax. Onun vəsiqəsini yolda götürmək lazımdır. Başa düşdün? Yaxşı. Gəl canım, nə oldu? Bunun içində qığ var idi, qoyun qığı. O qara balaca. Aha. O şokolad değildi. Yox, nə şokolad. O qoyun qığı idi. Kətdə qoymuşlar ki, mənə göz dəyməsin də üstümdə gəzdirim. Mən üstümə eləmə. O birilərini gətir. Gözün onda olsun. Abış. Hə. Sənin oğlun intiqam Bakıdan nə vaxt qayıdır? Aşı qayıdaca, narahat olma. Bunun yumurtası var. Gözün onda olsun. Sənin mi? Hə, eşidirəm. Deyirəm o işdən bəsə Pərəsə Kütlə Bakıdan nə vaxt qayıdır? Abza, intiqam Bakıya pul qazanmağa gedib. Qaydandan sonra sənin qızımı alıb toy edib gətirirəm öz evimə. Biz də həmin axşam çayın qırağında özümüz üçün gəzərik ki, onlar da öz cavanlıqlarını eləsinlər. Nəvə sahibi olarıq. Bunun yumurtası yoxdur. Hə. Bilirsən mən nədən narahatam? Nədən? Deyirəm o intiqam. O besayvan birdən Bakıda bir dənə qıza ilişər. Evlənər. Bura kənd yerdir. Bax biz burada biyabır olarıq. Nə danışırsan? Əgər intiqam elə iş eləsə ha, onu Bakıdan gətizdirirəm kəndə. Bax bu toğun yerində ola intiqam. Aya fərmayın. Bu toğlara kim barmaq edib hə? Ay bunun yumurtası yoxdur ki hə? Mən neyim Aybaşlar, mən toyuğun dalını güdənəm. Adabaş! Hə? Befərə sük.
sən öləsən, əgər sən və sənin oğlun belə bir iş tutsa, sizin ikinizi də vırtıbıl eləyərəm, sıbol işlər. Bu Glazok'un yanında gözüme tepirdi. Ay çaka! Ay çaka! Ay çaka! Hey girl, I'm waiting on you. I'm waiting on you. Come on and let me sneak you out and have a celebration, a celebration. The music up, the windows down. Yeah, we'll be doing what we do, just pretending that we're cool, and we know it too. Yeah, we'll keep doing what we do, just pretending that we're cool. So tonight, let's go crazy, crazy, crazy till we see the sun. I know we only met, but let's pretend it's love, and never, never, never stop for anyone. Tonight, let's get some and live while we young. Bir ederim ben intikam. Nerede? Alo. Hə, Narişka? Fəzəl mənim yanımdasan. İntikam, sən qalx yuxarı, mən gəlirəm, yaxşı? Yaxşı. I gamble on your love, baby, and got a losing hand. I gamble on your love, baby, yes, and got a losing hand. Your ways keep changing, like the shifting desert sand. While I was playing fair, baby, you played a cheating game. While I was playing fair, baby, yeah, hey, hey, got a losing hand. Bu neydi? Arım, balım, petelim, ay mamam, gülüm, canım, çiçeğim. Bilseydim ölecektim oy oy oy, yine seni sevecektim. Arım, balım, peteğim, oy oy, gülüm, canım, çiçeğim. Bilseydim ölecektim oy 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 oy, yine seni sevecektim oy. Arım, balım, peteğim. Ben gece de güzelim değilim. Ben şey tapabilmiyorum. Bu ne şey otaqdı ya? Bir de mal rezil tapabilmiyorum burada. Bu ne oldu? Yala gelip çıkmadılar bunlar ha. İnti. Ha. Ay balam, ne işin var? Tez gör qutarda. Fəzəli mənim ofisdə bizi gözləyir axı. Ha, yaxşı, yaxşı. Tez elə. Aman bir dənə turistiyim ki, bir dənə rezin tapabilmədim ha. Bu buydu otaqda. Xala da vahşi kimi yapışdı məndən, aman rezinim zadım da qırıldı ya. Salam. Salam əleykum. Sifariş etmişdiniz. Nə istəyəcəksiniz? Mənə rezin lazımdır, rezin. Üzr istəyirəm, bizim oteldə belə şeylər qadağandır, yəni biləsiniz. Mən nə istəyirəm ki, o qadağan olsun. Rezin istəyirəm, da rezin burada qadağa deyil. Bizim oteldə elə şeylər olmaz, yəni üzr istəyirəm. Bir də ki, mən sizə əgər rezin təşkil eləsəm də,
sizin yanınıza kimsə qonaq gəlsə, biz yəni icazə verməyəcəyik. Yəni biləsiniz. Üzr hesab edin. Mənim yanıma qonaq zad gəlmir. Mənə rezil lazım. Başa düşürəm, siz rezini təkin edəcəksiniz ki, mən də bilirəm də. İntiqam, mən hazır. Mən hazıram. Lalay, 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 lalay. Var rezin, ya yoxdur sizdə? Hər şey aydındır. Siz məni görməmisiniz, mən də sizi görməmişəm. Bir də cavan oğlan, çalışın səsiniz aşağı gəlməsin biraz. Məndən də bu. Başı xarab ya. Doğru sən oxşayır görsən? Ay qız Nara. Sən nə əcəb bütün günü bizlə getdin, şəhəri gəzdin, hə? Düşündüm ki, intiqam darıxmasın da. Az. İntiqam mənim yanımda niyə darıxmalıdır ki, hə? Sən özün gördün ki, Fəzail müəllim intiqamı mənə tapşırdı ki, onunla mən məşğul olum. Sən yox. Ancaq mən elə düşünürəm ki, canım, intiqamın yanında mənim kimi gözəl xanım olmalıdır. İntiqamı istəyirəm. Gözəl olmalıdır da, ay qız, gözəl olmalıdır. Ay, sənin kimi yox ki. Siz niyə mənim üstümdə dalaşırsınız? İntiqam, sən bircə dəqiqə dayan. Sən arvad söhbətinə baş qoşma. Yaxşı? Az, quru balıq. Gözəlsən sən, hə? Səndə fiqura var, quru balığa oxşayırsan da, fiqura var, bax, məndə. Bax. İyrənc, ay. Düzdür, mənim biraz qarnım qabağa çıxıb. İntiqam, onu da məni pivə bu günə qoyub. Mən sabahdan pivəni atsam ha, mənim göbəyə, mənim belimə yapışar, bildin? Nədir? İndi sən özünü məndən gözəl hesab edirsən. Əlbəttə mən səndən gözələm. Əlbəttə mən səndə gözəllik var, hə? Gəl sən də ayağını aç, mən də ayağımı açım, göstərək intiqama. Görək intiqam kimin ayağına baxıb ehtiraslanacaq. İstəmirəm. Gəl sən də dəsmalı qoy ayağıma, mən də dəsmalı qoyum ayağıma, görək dəsmal kimin ayağında sürüşəcək. Şükür başım elə sənin. Az, sən mənim ayaq dırnağıma çəkdiyim lakı görmüsən? Sən o lakı silməyə heç layiq da deyilsən. Ey, deyəsən sənin başa tük bitib, Asiyama. Ay qız, nə deyirsən, hə? Nə deyirsən? Nə var, nə olub burada? Salam Fəzanım, heç nə olmayıb, nənət olmayıb. İntiqam, şəhəri gəzə bildin, xoşuna gəldi. Bəli, çox sağ olun. Sizin sayənizdə Bakının ən gəzməli, ən görməli yerlərini gördüm. Hələ bu harasıdır? Oğluma eləmədiklərimi sənə eləyəcəm. Çox sağ olun. Pulu ver. Siyama. Bəli, Fəzail mənim. Götür bunları. İntiqam axşam apar diskotekaya. Diskoteka nədir? Qoy həyatda hər şeyin dadına baxsın. Oldu Fəzail mənim, narahat olmayın. Baş üstə. Gedin. Gedə bilərik? Hə, gedin də gedin. Prodüseriyəm. Ala ye, atası da deyir, qızım simendədir. Ay qız, nə oturmuşsan? Dur, get də. Qurban olasan mənim canıma. Mən indi nə eləyim? Bax, mən indi nə eləyim? Qıza nə olub axı? Qıza bir başa sal görüm, nə olub axı? Day bundan artıq nə olacaq? Nə olacaq? Sənin də yetimçin var ha. Bakıda day çıxarmadığı oyun qalmayıb. Ay qız, şəkil çəkdirir, telefonlara atır. Biabır eləyib bizi, rüsva eləyib. Ay qız, özü istədi də, özü istədi. Qızı güclə verdik ki ona. Atası bilmir. Atası bilə ya. Baltanı götürüb sizi tikə-tikə doğrayar. Başınızı kəsə. Qıza bir sabır edə də. Onu mən doğmuşam da. Mənim intiqamım indiyəcən bir naməhrəmə gözünün ucu ilə də baxmayıb. Xox dəşdisə. Bugün bizim kurumumuzda bizden şu adım var. YouTube'da 10 milyon 256 bin bakışı olan My Name is İntikam'ın videosu mühendisi İntikam Hüzumeti!
Şema. Şema. Ay Şema. O ki niye böyle deyir ha? Mən yatmağa da qoymur ha. Bu şikken bıçığın hani. Mən yata bilirəm sənlərlə dura bilirəm Şema. İmkan ver bu yatın da rahat ha. Bu hamamı hardan yandırırlar Şema? Xəbərin var, deyir İntiqam Bakıda 2 dənə arvad alıb. Bizdən fərasatlı çıxıb ha. Qızım mənə inanmırsan? Yanında uşağı da var. 2 bacı ne olur? Biri Türk'tü, biri yanlı. Ada, hemen o Türk kız var ha. Hemen o Türk İbrahim Tatlıses'in dop-doğmaca bacısıdır. Özledir. İbrahim Tatlıses intikamı batısını vermeyip, intikamın da beyni sönüp çıkardım, tapancanı dang dang İbrahim'in tepesinden. Ay dünya malı, o çoxdan olub bax. İtin balasıdır yalan diyen sen düzelmeyersen de. Hadi bu şayəni mən bura kimi dartıb gətirmişəm də, dalın qabağında sən düz qoş denəndə nə olar ki? Nə deyim axı, ay dünya malı? Ha nə denə ki, narkomanlara qoşulub. Ha başım mən səninlə oynamıram, dur ayağa. İndi isə günün sonuncu xəbərini təqdim edirəm. Sabah saat 19:00-da Avpark şirkətinin təşkil etdiyi ilin ən çox baxılan video çarxı müsabiqəsinin təltif etmə mərasimi keçiriləcək. Xatırladım ki, birinci yeri My Name is İntiqam videosu tutub. Qalibi təbrik edirik və mən sizinlə sağollaşıram. Gördünüz də, vaxtı az qalır. Siyoma. Bəli, Fəzər mən. İntiqam nədənsə şübhələnib eləməyib? Xeyr, hər şey qaydasındadır, narahat olmayın. Lap yaxşı. Deməli, sabah təqdim etmədən İntiqam bir dənə qol çəkir, onunla da həyatımız dəyişir. İnşallah. Başqa heç nə istəmirəm. Fəzər mən, bilirsin necədir? Nə olur? Fəzər mən bilmirəm ki, o insana necə deyəcəm ki, sən bu kağıza yox, başqa kağıza qol çəkirsən. Həm də o cür ürəyi təmiz, qəlbi təmiz insanı aldatmaq düzgün deyil də. Kişi kimi də. Sema, heç olmasa sən kişilikdən danışma. Nə olub ay qız, kişiliyimə şübhəm var? Əlbəttə var canım. Ay da, olardı da mənim 19 yaşımda. Bir dəqiqə dayan. İndi kişilik vaxtı deyil. Hərə bir cür başını dolandırır. Bura bax, Siyoma. Bəli, Fəzər. Sabah mənim planımda bir dəyişiklik olsa, bir kepe çıxsa, səni doğulduğuna peşman eləyərəm. Başa düşdü? Ay mama. Durun. Bax ha, Siyoma. Oldu, narahat olun. İcazə verin. Heç nə demirəm, quru balıq, martılar özü qənim olsun sənə, yol ver. Anamış, ana köppay oğlu. Çıx bayra, qorxaq oğlu qorxaq. Mən bilirəm sən buradasan, çıx bayra. Sənin o narkoman oğlun məni bu kətdə piyabır eləyib, başa düşürsən? Aya, kimin oğlu narkomanda? Dəyiş oğlu, dəyiş. Aya, dəyiş oğlu sən özünsən, bildin? Bunu mən demirəm, bunu bütün kət deyir, başa düşdün? Aya, əgər bütün kən danışırsa sən qalıboysan, onda sən yolumu azmış qalıboysan. Əgər bütün kət deyirsə, deməli elədir. Onda mən sənin acıqla minib avtobusa düz İntiqamın yanına gedirəm. Əgər sən deyən olmasa, bax bunu düz sənin ağzıma dolduraram. Bəlkə mən deyən kim oldu, svoloç? Onda necə, hə? Daha mən uşağın ağzına dolduran deyirəm ki. Amma sənin ağzıma nə doldurardı? Buna bax, Amış. Mən, bax, heç yana getmirəm, burada oturub gözləyirəm. Səndə də getməyəcəm. Get sən o Bakıdan, o narkoman oğlunu gətir bura. Başa düşdün?
Səndən ki gəlib çimirsən. Bilsən nə ləzzət elədi? İstəmirəm, mənim nastrenim yoxdur. Nastren yoxdur. Cin kimi oğlansan, nə olur sənə? Cin kim dayı bala? Hə? Deyirəm əhvalım yoxdur. Ləzzət elədi. Gəl biraz gedək kimək də. İstəmirəm. Bilirsən necə ləzzətli. İstəmirəm də, istəmirəm. İntiqam. İntiqam. Mən səninlə bir-iki kəlmə Fəzail müəllim haqqında danışmaq istəyirəm. Fəzail müəllim haqqında danışmağa ehtiyac yoxdur. Fəzail müəllim çox gözəl insandır. Gör neçə gündür onun hesabına mən burada kef edirəm. Mən səhər axşam yeyirəm, içirəm, gəzirəm, dolanıram. Fəzail müəllim. Bilirsən nə gözəl insandır? Ay İntiqam, sənə qurban olum. Fəzail müəllim sənin təsəvvür elədiyin kimi gözəl insan deyil. O səndən istifadə eləyir, ayıl. O məndən istifadə edir. Sən sapisən, sən dalisən. Amma nəyindən istifadə edir? Mənim nəyim var ki? Mənim kətdə 10 dənə qoyunum var. Bəstənim da. Mən ondan istifadə edirəm. Yanıram, mən yanıram. Ay yazıq. Səni YouTube... Biraz oyuna keç, zəhmət olmaz. Neysə nə? Heç nə. İntiqam, sənin YouTube'da yerləşdirdiyin video düz 1 milyon manat pul qazanıb. Sən təsəvvür edirsən 1 milyon manat, ay mama. Ay balam, Fəzail istəyir ki, o pulu öz adına keçirsin, səndən istifadə edir. Ay balam, mənə de görüm, Nara sənin şəxsiyyət vərəqəni niyə apardı? Nara sənin şəxsiyyət vərəqəni apardı ki, Fəzail səni keçirsin oğulluğa, sonra da sənin pullarını keçirsin öz adına. İnanmırsan mənə? İnanmırsan, gəl YouTube'a girək, baxaq. Gəl. Sən Fəzail müəllimin haqqında yalandan belə şeylər danışırsan. Gəl. O kini gözdən salırsan. Bir dəqiqə. YouTube, bax. Gəl 2 gün öncə xəbərlərdə gedən videolara baxaq. Gözdə qoy yüklənsin. Yaxşı. İndi isə günün sonuncu xəbərini təqdim edirəm. Sabah saat 19:00-da Alpak şirkətinin təşkil etdiyi ilin ən çox baxılan video çarxı müsabiqəsinin təltif etmə mərasimi keçiriləcək. Xatırladım ki, birinci yeri My Name is İntiqam videosu tutub. Qalibi təbrik edirik və mən sizinlə sağ olasıram. Sabaha qədər. Mənim adımı çəkilər ki orada. Yox, mənim adımı çəkəcəkdi. Of. Sən mənə kəb gəlirsən, ha? Mənə My Name is İntiqam deyərlər, başa düşdün? Sənin boşva mən bir dənə, mən kəkib alacaq, ha? İntiqam. Ha, Fəzail, sən nə şərəfsiz adam imişsən, ha? Mən səni öz atam kimi istədim, amma sən isə məni aldatdın. Sən ən şərəfsiz adamsan, sən maşiniksən, başa düşdün? Şərəfsiz, beqiriyyətsən, sən başa düşdün? Sənin lişli mən... Sənin həştərxandan gələnləri bilmirəm sənə nə deyim ürəyim soyusun, bilmirəm nə dayandım sənə. Eynən oğlum Kənan da belə idi. Tez özündən çıxırdı. Hə, oğlum Kənan da belə idi, hə. Maşennik, gözümün içinə bax, oğlum Kənan da belə idi. Sən oğlun oğlum, sənin heç bir kəsin olmayıb, bildin? Mən səni tanıdım. Sənin heç əynindəki şalvar da bəlkə sənin üzvündür. Sənin dişli həştərxandan gələnləri, sənin qalçı çırpanları... Onu demişsən. Demişəm onu? Onu demişəm onu. Sən nə deyim, sən Tayvanda nə qaldı ki, sənin Tayvanda nə qaldı ki, mən deyim sənə. Mən ürəyə portu bilmirəm sənə nə deyim. Şərəfçilər bilmirəm. İntiqam, sən neynirsən? İntiqam, bircə dəqiqə. Yan bir dəqiqə. Sağ olsun ki, Siyama. Onu kimi kişi mən görməmişəm indiyə kimi. O sənə yaxşı kişidir, başa düşdün. O mənə hər şeyi açdı, danışdı. Hər şeyi mənə dedi. Səni soxardım, qardıma belə soxardım. Amma ki, türmədə yatmaqdan qorxuram, başa düşdün. İntiqam. Düz sənə. İntiqam. Sən şərəfsizsən, pus sənə. İntiqam.
Fəzail müəllim. İnanın ki, mən ona heç nə deməmişəm. Fəzail müəllim. Dünən axşam mən biraz içkili olmuşam. Bəlkə ağzımın danışığını bilməmişəm. Fəzail müəllim, siz özünüz bilirsiniz ki, mən sizə həmişə sadiq olmuşam. Ay mama. Süz. Fəzail müəllim. Bəlkə lazım deyil. Süz. Sizə qurban olum. Fəzail müəllim. Süz. Beş manata gelmişəm. Sen mənə deyirsən 10 manat verir. Ayıp deyirsən ki, açıl. Ayıp deyirsən ki, rayondan bura mən 5 manata gelmişəm. Sen deyirsən mənə 10 manat ver. Yekək sənə. Sil get Seziyor. Seziyor. Aha. Sıpa kütleler. Deməli burada gizlenmişsiniz. Amşiza. Amşiza. I gamble on your love, baby, and got a losing hand. Hoş gelmişsiniz. Bak gör bu uşaqlar burada yaşayır. My name is İntiqam. Ay, ne mayeniz intiqama? Ağayev intiqam. Hədə dayı İntiqam. 6-cı mərtəbə 69-cu otaq. Ora nə sər getmək olar? Buyurun yaxınlaşın liftə düyməni basın. Your ways keep changing like the shifting desert sand. Ara bunun kınıfkası orada olur ha. Aşağı düyməni basın da zəhmət olmasa. Hiç bilmirəm, mənim gələcək taliyim necə olacaq. Ay baba, biraz tələsdən nə oldu? Gözdə boşaldığımı geyinim də, ne diyeyim mən? Tez elə, tez elə. Hamısı sənə görə oldu, tez elə. Neylədim ki mən? Heç, neyinəcəksən bundan artıq? Gör nə qədər pulumu keçirdin öz adına. Sən ki pul olsun, mən sən həyatını xilas elədim. Tez elə, gələcəklər indi. Ay mama. While I was playing fair, baby, you played a cheating game. I know you didn't care, but I love you just the same. Tez elə, vaxtımız yoxdur. Gəl, dökül. Mənim corablarım qaldı ya. Adam, mənim də 5 də tumanım ipdə qaldı, geri. Cəzainin adamları, ay mama. Yox, qaçmayın. Tez elə, inti, tez elə. İnti, qurban olun, tez elə. Ay, qol. Belə qaç, belə qaç, belə qaç. Ay mama, gəldilər, qoyma. Gəldilər, qoyma. Yox, İntiqam, gəl bura, boşdur. Bağlı qal. Pakine. Ramon merdişmin yani. Got a losing hand. Kilimi koydum təpədə. Xadimə paltarı deyil. Nə gözəl qalar sənə, ay mama. Gəlindən razısan? Ay qız, gəldim deyir ki, kətdə qalmaq istəmirəm. Mən üçün Bakıdayım.
Sema. İyi bu Sema. Gelin. Ben korkuram, ay İntikam. Gel. Ben kətlər bir də bax. Qaçırmışam boşların maşınını. Bu motoru ver ya bunu. Yox. Yaxşı. Niyə? Alo. Nə? İntiqam və Suyam oteldən qaçıblar. Qaçıblar. Yaxşı, Siyama. Onda keçirik bir planla. Mən o 1 milyon intiqamın özünə qol çəkdirib almasam, mənə də kombinasiya fəzail deməsinlər. Korku var her an bize, çıkar giden buralardan, vermezler aman bize. Çıkar giden buralardan, korku vardı bu bize. Çıkar giden buralardan. Tabii ki xüsusi bir gündür. Ha İqbal, Zövgün oxşar. necəsən? Fantastik. Belə də yüngül biraz, ha yüngül. Ay sən kətə gəl. Paltar. Madam. Bir kənd tanıyırdısa, indi onu milyonlarla insan tanıyır və sevir. Bu da hər adama qismət olmur. Yeri gəlmişkən, Av Parkın Qızıl Dubul müsabiqəsi olmasaydı, 10 milyondan çox insan intiqamı tanımayacaqdı. Buna görə də Av Parkın Ay mama. bir şeydə nəzər Fı sənə intiqam. Demək mən keçdim meyvə doğradım, qaçdım getdim Fəzailin yanına. Sən nə şərəfsiz insan imişsən intiqam. Sən nə əclaf adam imişsən intiqam. Sən məni aldatdın, qaçdın getdin Fəzailin yanına, hə? Ay balam, sən elə bilirsən ki, onlar 1 milyonu sənə verəcəklər. Sən elə bilirsən ki, o mükafat sənə çatacaq, onlar səndən istifadə eləyirlər. Onlar səndən pul alıb sənə təpik vurub göndərəcəklər səni kəndə. İnsanlar niyə belə etinadsızdır? Niyə? Baxın, mən sənə görə Fəzailin bütün planlarını alt üst eləmişdim. Sən mənə niyə inanmadın, getdin onların yanına? Sevirdim intiqam. İnti. Ay mama. Hadi yerə, kimi sevirsən yerə? Səni sevirdim, səni. Ay mama. İntiqam, bu sənsən? O mənəm, bəs bu kimdir? Ay bala, bu səni deyirəm, o kimdir? Ay mama. İntiqam, bilirsən kimdir o? O 100% Fəzailin tapdığı sənin oxşarımdır. İstəyirlər ki, pulu əllərinə keçirsinlər. Ay ya. Mənim pulumu? Hə. Spazo Fəzail. Spazo Fəzail. Mən ona göstərərəm. İntiqam, gəl gedək. Mənim pulumu heç kim mənimsəyə bilməz. Heç kim mənimsəyə. Mənim pulumu heç kim yeyə bilməz. Gedək hamıya sürtüylə gəlsin. Mən abışın oğluyam, hə? Axşamınız xeyir olsun xanımlar və cənablar. Hər birinizi Qızıl Dubul mükafatlandırma mərasimində xoş gördük. Bildiyiniz kimi Av Park bir ay bundan qabaq müsabiqəyə start vermişdi.
gəlib çatdı. Beləliklə, bir neçə dəqiqədən sonra YouTube'da 10 milyon 256 min baxış sayı toplayan My Name is İntiqam videosunun müəllifinə nə az nə çox düz 1 milyon manat mükafat veriləcək. Və mən bunun üçün bura AF şirkətinin nümayəndəsi Rəşad Əliyevi dəvət edirəm. Buyursun. Akşamınız xeyir olsun hanımlar ve cenablar. Bildiğiniz gibi birçok videolar oldu. Ama bunların arasında en çok seçilen, en çok bakış sayına sahip olan My Name is İntikam oldu. Bugün həmin videonun müəllifi bizim şirketimizden tam 1 milyon manat mükafat kazandı. Rəşad bəy, gəlin artıq vaxtı dəvət edək. Beləliklə, YouTube'da izlənmə rekordu qıran My Name is İntiqam videosunun müəllifi Ağayev İntiqam Fəzailoğlu və ona bu işdə dəstək olan atası Fəzail bəy dəvət edək. Buyursunlar! Buyurun, buyurun, buyurun. Hoş geldiniz, buyurun. Və Rəşad bəy, mən istəyərdim ki, artıq intiqama söz verək. Hər kəs intiqam, hər kəs, burada olan hər kəs sənin yerində olmaq istəyərdi. Hansı hissləri keçirdirsən? Bizə maraqlıdır, bir-iki ürək sözlərini denən bizə. Alışlarınızla intiqama söz verin. Və... Buyur. İntiqam çox həyəcanlıdır, danışa bilməyəcək. Onun əvəzinə mən danışacağım. Mən ilk növbədə AF şirkətinə öz minnətdarlığımı bildirirəm ki, belə möhtəşəm bir yarışma təşkil edib və mənim oğlum da bu müsabiqənin qalib olub. Alışlar gəlsin AF Parka! Mən oğlumla fəxr edirəm. Gürültülü alqış gəlsin! Rəşad müəllim, mən də istəyərdim artıq uzatmayaq və intiqama 1 milyon manatı təqdim edəyək. Beləliklə 1 milyon manat intiqama təqdim olunsun. Və imzalar təsdiqləndikdən sonra 1 milyon manatın sahibi olsun intiqam. İmzalayın, buyurun. Ne imza ki? Ne imza? Ne 1 milyon? İmza. Af, polis. Getirmişsən ki, mənim yerimə 1 milyon manatı udasan, ha? Cavad, əsl intiqam mənəm, başa düşdünüz? O yalancı intiqamdır. Mən inana bilmirəm. Səhnədə 2 intiqam var. İnanılmaz bir şov. Süper bir şov. Yalandır. O mənim oğluma oxşadığına görə istəyir pulu o alsın. Yalandır. Yalancı fırıldaq, sən özünsən. Yalandan Bu necə gözəl bir şovdur. Bu ne gözəl şovdur. Həqiqətən də süper bir şovdur. Bir dəqiqə dayanır. Tez ol sənə də qol çək. Yoxsa başını partladarım. 5 saniyə sənə bax verirəm. 5 saniye qalıb, 5 saniye. Düz 5 saniyeden sonra 1 milyon manat intiqamın olacaq. Gəlin birlikdə sayaq. 5, 4, 3, 2, 1. Sen benim oğluma güllə atırsan, it oğlu it. İnanılmaz. O yeridir. İnanılmaz. O yeridir. Ayaklar açıldı. İnanılmaz. Bu güzel bir şovdu. Hele buna bakın. İnanılmaz. Görün neler baş verir. İnanılmazdı. Həqiqətən də mən şokdayam, hörmətli tamaşaçılar. Mən gördüyümü siz də gördünüz. Həqiqətən də mən belə bir şou, belə bir təqdimat görməmişdim. Həqiqətən də alqışlar gəlsin. Sən həqiqətən süpersən, səndən belə bir şou
Gözləmirdim mən. Siz həqiqətən də super bir şou göstərdiniz. Hörmətli tamaşaçılar, İntiqamın şousu hoşunuza gəldi mi? İntiqam. Rəşad bəy, nə qədər ki əsl intiqam buradadır, gəlin 1 milyon manatı intiqama təqdim edək. Elə deyilmi? Beləliklə, imzalarla təsdiqlənir 1 milyon manat, 1 milyon manat intiqama nəsib olur. İntiqam 1 milyon manatın sahibi olur. 1 milyon intiqamındır. Sevinç gözyaşları, sevinç gözyaşları. 1 milyon intiqamındır. Gürültülü intiqam. İntiqam 1 milyon manatın sahibi olur.